İnsan kimi, şair kimi bir ülvülük ilə yazdın adını sən özün ülviyyətə rəmzi. Üst tutdu bu axşam sənə hər kəs kimi qasid, gəlsin yenə sevdalı könül riqqətə rəmzi. Bu oğlanı xahiş edirəm alqışlar, bir adama ləzzət verir. Çox sağ olun, hamımıza minnətdaram. Gördüm bizim anamız Ağbirçanada o qədər ləzzət verdi, əl çaldı. Azərbaycan əl çalmaqda birinci yeri götürür dünyada. Xahiş edirəm alqışlar bu günləri, bu gözəl gündə iştirak edən bizim sənətkarlarımıza. Çox sağ olun, hamımıza təşəkkür edirəm. Demək, bu yaxınlarda birinə xəbər verirlər ki, sizin dostumuz faciəvi surətdə öldü. Necə öldü? 9-cu mərtəbədən yıxılıb, xəbərini yoxdur. Yox, antenan düzəldilmiş, ayağı sürüşüb oradan. Ayağı sürüşüb, yıxılıb ölüb. Yox, ayağı sürüşüb. Cəmaatı palatka tutub ki, düşəndə palatkanın üstə düşdü. Ola bilər palatkanın boş tutublar. Yox, palatkanın bərk tutublar. Deyib palatkayı, atdan deyib ağaca baş partlayıb. Orada ölüb, orada ölməyib, düşüb təzdən palatkanın üstünə, palatka atıb onu o biri 9-cu mərtəbənin üstünə, şifrə deyib başı. Xəbərin yoxdur, yox. Orada ölüb, orada ölməyib, deyidin düşüb palatkanın üstünə. Orada ölüb, orada ölməyib, palatkayı deyib, palatka atıb o biri 9-cu mərtəbənin üstünə oldu. Xəbərin yoxdur. Göbül atdan ora-bura tüfeynlə vurub öldürüblər. Adamlar var ki, məsələn, fərqi yoxdur, ona söz ver, vermə, danışmayacaq. Pul da verər ki, mən danışmaq istəmirəm. Amma elə adamlar var ki, mən ola bilər ki, güllələsinlər. Meyxana həvəskarları üçün mən istəyirəm Elçin Alatavalını dəvət edim. Elçin Alataval. Meyxanaçılar burada çoxdur, müğənnilərimiz də çoxdur. Mən istəyirəm ki, maraqlı olsun, şən olsun, çıxışlara az yer vereyim. Ona görə Elçin, xoş gəlmişsən, buyur. Rusiyada buna Yelçin deyirlər, burada Elçin. Çox sağ olun. Çox sağ olun. Mən bütün nizami sevərlərə, bütün meyxana sevərlərə çox sağ olun deyirəm ki, siz gəlmişsiniz. Allah Taala rəhmət eləsin Nizami Rəmziyə. Tək onu bugün yox, həmişə yad eləmək lazımdır. O böyük sənətkardır. Mən onun ruhu qarşısında baş əyirəm. Ələkbərlə iştirak eləməliydik. Ələkbər xəstədir. Mən tək deyəcəm. Ələkbərin adından, öz adımdan da. Meyxana sənətinin sənətkarı Nizamidir. Meyxana sənətinin sənətkarı Nizamidir. Söz deyən könüllərin iftixarı Nizamidir. Söz duyan könüllərin iftixarı Nizamidir. Meyxana bir saraydır, Rəmzi onun şahı olub. Rəmzinin nə təqsiri, nə də bir günahı olub. Qəzəldə şeiriyyatda Füzuli əndahi olub. Qaldı ki, meyxana pərverdigar Nizamidir. Qaldı ki, meyxana pərverdigar Nizamidir. Söz duyan könüllərin iftixarı Nizamidir. Meyxana sənətinin sənətkarı Nizamidir. Məclisdə dinləmişik şirin-şirin söhbətivi. Gedişin məyus etdi bizim doğma millətivi. Gedişin məyus etdi sənin bu cür millətivi. Əlaxsuz da dağlılar yaman çəkir əsrətivi. Mənim də gözlərimin intizarı Nizamidir. Mənim də gözlərimin intizarı Nizamidir. Meyxana sənətinin sənətkarı Nizamidir. Söz duyan könüllərin iftixarı Nizamidir. Nizami hansı meclisə, hansı bayrama gəlib. O meclis həmin anda ləzzətinə tama gəlib. Xızı dağlarına baxıb təbə gəlib, ilhama gəlib.
O dağların yenilməyən vüqarı nizamidir. O dağların yenilməyən vüqarı nizamidir. Meyxanə sənətinin sənətkarı nizamidir. Söz duyan könüllərin iftixarı nizamidir. Nizami adı gələndə gözümə sənətkar görünüb. Yəni ki, həqiqətə, haqqa tərəfdar görünüb. Dediyi meyxanalardan açıq aşkar görünüb. Düzdüyə, həqiqətə, haqqa sarı nizamidir. Düzdüyə, həqiqətə, haqqa sarı nizamidir. Meyxanə sənətinin sənətkarı nizamidir. Söz duyan könüllərin iftixarı nizamidir. Nizaminin sənətdə çox əməyi, törəyi olub. Nizaminin sənətdə çox əziyyəti, əməyi olub. Biz cavan şairlərə onun böyük köməyi olub. Meyxanə aləminin bir dögünən ürəyi olub. Yarı buzovnalı kəbirdir, yarı nizamidir. Yarı buzovnalı kəbirdir, yarı nizamidir. Meyxanə sənətinin sənətkarı nizamidir. Söz duyan könüllərin iftixarı nizamidir. O deyən meyxanaya dad ilə ləzzət yığışıb. O deyən meyxanaya dad ilə ləzzət yığışıb. Onun başına gör nə cür nə bir şöhrət yığışıb. Yubileyi ad günüdür, gör necə millət yığışıb. Cəmi bəxtiyarların bəxtiyarı nizamidir. Cəmi bəxtiyarların bəxtiyarı nizamidir. Meyxanə sənətinin sənətkarı nizamidir. Söz duyan könüllərin iftixarı nizamidir. Nizami rəmzi sənətə mədəniyyət getirib. Nizami səmzi sənətə mədəniyyət getirib. Nəğməkar şairini Azərbaycan itirib. Bu vətən indiyənəcən neçə şair yetirib. Zənnimcə hamıdan üstün yuxarı nizamidir. Zənnimcə hamıdan üstün yuxarı nizamidir. Söz duyan könüllərin iftixarı nizamidir. Meyxanə sənətinin sənətkarı nizamidir. Nizaminin kimliyi görünübdür aşikara. O gedib biz düşmüşük yacınacaqlı ruzigara. Bizim bu sənətimiz itib batmışdı bir ara. Yaşayır sənətimiz xilaskarı nizamidir. Bizim bu sənətimizin sənətkarı nizamidir. Əliyağa Vahidin də yadigarı nizamidir. Allah rəhmət eləsin nizamına. Bayram da meyxana deyə qayıtdı birdən Nəsiminin adını çəkdi buradan. Mən də o vaxtacan bilmirdim ki, bu Nəsiminin şeiridir, qəzəlidir. Deməmişkən bu Bayram kitab oxuyurmuş. Bayram Kürdaxanlı, xahiş edirəm alqışlar ürəkdən. Gəlirəm Bayram Kürdaxanlı. Əziz dostlar, əziz qonaqlar, əziz Nizami əvəzkarları. Mən bugün qəmginəm. Nizaminin demək olar ki, həyat tərzində mən də onun çox yaxın
dostu, qardaşı olmuşam. Nizami bizim evdə çox olub, mən onların evində. Nizami ilə çox toylar, çox meyxanələr, çox gözəl, yaxşı, qəşəng yerlər gezmişik. Nizami həyatda elə bir şair idi ki, özündən başqa şairi özündən çox istəyərdi. Nizaminin bir vaxt bir meyxanası, mənim Nizamini həqiqətən o qədər istəyərdim ki, onun həvəsi ilə mən meyxana deməyə başlamışam və Nizaminin bütün qafiyələrini, bütün meyxanalarını mənə qədər bilən yoxdur, ola da bilməz. Hətta Nizaminin meyxana aləmində söylədiyi bütün Hind musiqi aləmində yazdığı mahnılar dərk eləyənlər bilər. Xahiş eləyirəm, sakit olaq, hamı qulaq assın. Nizaminin bir vaxt bir qafiyəsi də Nizami Gəncəvi böyük zər idi. Onun adı dünyaya əzbər idi. Şairlər içində peyğəmbər idi. Çetin daha elənçi mahir olsun. Şair geri hər üzünə şair olsun. Nizami bunu deyirdi. Nizami məni ilə gözəl bir sənətkar da tanış etmişdi. Allah Kəbir Azəriyə də rəhmət etsin. Nizami ilə mənim tanışdığımda Kəbirin doğrudan da böyük bir yüksək təbəqəsi vardı. Nizami Kəbiri çox istərdi, çox zarafatçılığı vardı, çox bir-birlərinə zarafat edərdilər. Biz uzaq rayonlarda da çox olardıq. O vaxtı video kamera, sintezator, belə mikrofonlar yox idi. Nizami ilə biz həmişə dediyimiz meyxanaları o qədər mən özümdə istəyərdim ki, hətta toyda dediklərimi evə gedincə tezədən yenə də özümdə deyərdim. Nizaminin həqiqətən meyxana aləmində elə bir tarixi var ki, bu tarix bizim üçün bir vaxt gələcək nesilə Nizami Gəncəvi olacaq. Çünki Nizami rəmzi öz zəhmətini, öz həyatını, hamını meyxanaya bağlayıb. Mən Nizaminin bütün ailə üzvlərinə, bütün Nizamini istəyənlərə can sağlığı arzu edirəm və Nizaminin öz qafiyəsi ilə bugün onun ruhun şad edirəm. Bir zamana düşmüşük, ruhumuz can incidir, aranı qızmar günəş, dağı duman incidir. Bir zamana düşmüşük, ruhumuz can incidir, aranı qızmar günəş, dağı duman incidir. Heç olmasa qabaqlar olub qədir qiyməti, biri-birinin birindən yox idi bir minnəti. Deynən nedir incidən qara cəmaəti, evdə canavar qovur, çöldə çoban incidir. Evdə canavar qovur, çöldə çoban incidir. Bir zamana düşmüşük, ruhumuz can incidir, aranı qızmar günəş, dağı duman incidir. Kimin işin geri salır, kimin işi qabaqdır. Bu aləmin aləmi özü üçün maraqdır. Hansı yer ki arandı, hansı yerde ki dağdır. Dağla aram birləşir, qəlbi məkan incidir. Bir zamana düşmüşük, ruhumuz can incidir. Aranı qızmar günəş, dağı duman incidir. Aranı qızmar günəş, dağı duman incidir. Yetim quzular kimi heyməliyir fəsillər, bir-birini soyuqdan gürməliyir fəsillər. Bir-birini yola salır, rədd eləyir fəsillər. Yaya payız üstün gəlir, qışı boran incidir. Yaya payız üstün gəlir, qışı boran incidir. Bir zamana düşmüşük, ruhumuz can incidir. Aranı qızmar günəş, dağı duman incidir. Qara
gözlərə həyat ne cür ağ salır. Kimin işin geri atır, kimin iş qabaq salır. İnsanların əziyyəti əziyyət çəkir, bağ salır. Bağ salanı daş kesək, bağı xəzan incidir. İnsanlar əziyyət çəkir, əzabı ilə bağ salır. Bağ salanı daş kesək, bağı xəzan incidir. Bir zamana düşmüşük, ruhumuzu can incidir. Aranı qızmar günəş, dağı duman incidir. Kim bir yuxuya geçsə, o yuxudan ayılsa da, işin gedişatı işinə sayılsa da, meşələrin aslanı var, ostan sayılsa da, meşələrin aslanı var, o sultan sayılsa da, Ağca qanad aslanı, fili siçan incidir. Ağca qanad aslanı, fili siçan incidir. Bir zamana düşmüşük, ruhumuzu can incidir. Aranı qızmar günəş, dağı duman incidir. Namərdlərin borcudur, tor qurumaq mərdlərə. Mərdlərin də borcudur, döşsün bütün dərdlərə. Axırda pislik qalır, yenə də o namərdlərə. Haqqı ədalət tutur, qəlbi vicdan incidir. Haqqı ədalət tutur, qəlbi vicdan incidir. Bir zamana düşmüşük, ruhumuzu can incidir. Aranı qızmar günəş, dağı duman incidir. Bugünkü meyxanəni şair bayram ilə, Nizami bir rəmzidir. Çox oldum nizam ilə, nizam deyib meyxana, həmişə aram ilə. Düşüb onun dəhənzi, onu yelikan incidir. Bir zamana düşmüşük, ruhumuzu can incidir. Aranı qızmar günəş, dağı duman incidir. Dağı duman Sağ ol bayram, incidir. çok sağ ol. Çok sağ ol bayram. Allah Nizaminin ruhunu şad etsin. Nizami Rəmzi bütün qəbirlərdə Çox sağ ol. yaşayıb yaşayacaq. Çox sağ ol bayram, çox sağ ol, minnətdarıq. Əziz dostlar, bu günləri bilirsiniz ki, Nizami Rəmzi bu sənədlə məşğul olanı dəfələrlə İsrailə getmişdi. Yəni onun dostları vardı, gələ bilməyənlər var və bu günləri Qubadan onun çox lentləri var ki, elə insandadır ki, o lentləri ancaq biz onu xahiş eləsək o göstərə bilər. Biz bilmirik onun lentləri. O hərdən görürsə o kadrlar çəkib özünü saxlayır. Xəyal televiziyasının burada müdürü iştirak edir, Əsəd qardaşımız. Onun da Nizami ilə dostluğu böyükdür. Qubadan gəldiyini xahiş edirəm. Əsədə alqışlayan bizim dostumuzu, Xəyal studiyasını. Çox sağ olun Əsəd. Minnətdarıq və Nizami Rəmzinin bu günləri bu xatirə gecəsinə gəldiyinizə görə sizə təşəkkürümüzü, ehtiramımızı bildirim. Minnətdarıq sizə hamımıza. Və elə kadrlar var ki, biz bilmirik. O kadrlar Qubada çəkilib, toyda, Kanadaya, İsrailə, Amerika aparılıb. Əsədin rəhbərliyi. Əsəd, çox sağ ol. Sənə təşəkkür edək. Xahiş edirəm, bu oğlanı da alqışlayalım. Əsədə minnətdarıq. Mən istəyirəm bu günləri bu gənclərin xahişi ilə, bizim ağsaqqallardan, ağbelçilərdən üzr istəyim. Rövşən Əzizlə Rəşad Dağlını dəvət edin, meyxana desinlər. Üzr istəyirəm hamımızdan. Hoş gördük hamımızı. Hamımızı xoş gördük. Çox sağ olun, əziyyət çəkib gəlmişsiniz. Mən bütün Azərbaycan xalqının adından, öz adımızdan Nizami Rəmziyə rəhmət diləyirəm. Ümidvaram ki, Nizami Rəmzinin neçə belə yubileylərini bir yerdə keçirdəcək. Bir də ki, bu gecəni təşkil edənlərə minnətdarlığımızı bildirir. Əziyyət çəkiblər, sağ olsunlar. Bir yerdə kimlər qalıb əsrət sənə Rəmzi. Görmək bu günü olmadı qismət sənə Rəmzi. Bir
yerdədir kimlər qalıb əsrət sənə rəmzi. Görmək bu günü olmadı qismət sənə rəmzi. Hər söylədikün söz özü bir çevriliş idi. Meyxanəyə şöhrət getirən dirçəliş idi. Ekranda demək meyxana müşkül bir iş idi. İlk dəfə verildi belə fürsət sənə rəmzi. İlk dəfə verildi belə fürsət sənə rəmzi. Bir yerdədir kimlər qalıb əsrət sənə rəmzi. Görmək bu günü olmadı qismət sənə rəmzi. Bir gündə filarmoniyada anşlaq oldu. Meyxana sevərlər ora gəldi, qonaq oldu. Sonra sənin haqqında saraydan soraq oldu. Bunlar getirib gör necə şöhrət sənə rəmzi. Bunlar getirib gör necə şöhrət sənə rəmzi. Bir yerdədir kimlər qalıb əsrət sənə rəmzi. Görmək bu günü olmadı qismət sənə rəmzi. Şeiriyyatı söz aşıqı ilə yaxın etdin. Şeirin qəzəlin sadıqı ilə yaxın etdin. Meyxanəni sən musiqi ilə yaxın etdin. Xalq verməyə bilməz axı qiymət sənə rəmzi. Xalq verməyə bilməz axı qiymət sənə rəmzi. Bir yerdədir kimlər qalıb əsrət sənə rəmzi. Görmək bu günü olmadı qismət sənə rəmzi. Yoxdur sənin o incə məlahətli səsindən. Yoxdur sənin o incə məlahətli səsindən. Hər mahnıdakı zildə zilin fəstəfəsindən. Döşəndə sənin sənətə gəlmiş həvəsindən. Mən bəsləyirəm ülvi məhəbbət sənə rəmzi. Mən bəsləyirəm ülvi məhəbbət sənə rəmzi. Bir yerdədir kimlər qalıb əsrət sənə rəmzi. Görmək bu günü olmadı qismət sənə rəmzi. Sən adi həyat sadə ömür sürmüş adamsan. Meyxanə sarayının divarını hörmüş adamsan. Az ömr eləyib amma çox iş görmüş adamsan. Şöhrət getiribdir bu əziyyət sənə rəmzi. Şöhrət getiribdir bu əziyyət sənə rəmzi. Bir yerdədir kimlər qalıb əsrət sənə rəmzi. Görmək bu günü olmadı qismət sənə rəmzi. Namərdliyi, qorxaqlığı ifşa elədin sən. Satqınlığı, yaltaqlığı ifşa elədin sən. Hər cür belə alçaqlığı ifşa elədin sən. Qeyrətli verən bir belə cürət sənə rəmzi. Qeyrətli verən bir belə cürət sənə rəmzi. Bir yerdədir kimlər qalıb əsrət sənə rəmzi. Görmək bu günü olmadı qismət sənə rəmzi. Hər dəfə çıxıb ekrana xoş söhbət edərdin. Sən xalqın əzabsız gününü niyyət edərdin. Öz xalqıva bundan daha çox xidmət edərdin. Vaxtsız əcəlin vermədim möhlət sənə rəmzi. Vaxtsız əcəlin vermədim möhlət sənə rəmzi. Bir yerdədir kimlər qalıb əsrət sənə rəmzi. Görmək bu günü olmadı qismət sənə rəmzi. İsmin çəkilir daimi mərdana fəxirsən. Mərdlik sevən hər bir təmiz insana fəxirsən. Ey dağlar oğlu Azərbaycana fəxirsən. Olmuş
Olmuş olacaq daimi rəğbət sənə rəmzi. Olmuş olacaq daima rəğbət sənə rəmzi. Bir yerdədir kimlər qalıb əsrət sənə rəmzi. Görmək bu günü olmadı qismət sənə rəmzi. Sən 6 il əvvəl elədin bizləri məyus. Sən 6 il əvvəl elədin bizləri məyus. Etdin səni sevmiş olanı dərd qəmə məhbus. Etdin səni kim sevmiş onu dərd qəmə məhbus. Təbrik dedi sənsiz sənə əfsus, yenə əfsus. Şəxsən deyə bilmir bunu millət sənə rəmzi. Şəxsən deyə bilmir bunu millət sənə rəmzi. Bir yerdədir kimlər qalıb əsrət sənə rəmzi. Görmək bu günü olmadı qismət sənə rəmzi. Sən ölməmişsən üçün səni qəlblərdə cəmaat daim yaşadıb eyləyib öz eşqini ispat. Biz yolumu davam eyləyirik, sənsə rahat yat. Rəhmət sənə, rəhmət sənə, rəhmət sənə rəmzi. Rəhmət sənə, rəhmət sənə, rəhmət sənə rəmzi. Bir yerdədir kimlər qalıb əsrət sənə rəmzi. Görmək bu günü olmadı qismət sənə rəmzi. Bir yerdədir kimlər qalıb əsrət sənə rəmzi. Görmək bu günü olmadı qismət sənə rəmzi. Çox sağ olun, sağ olun. Çox sağ ol Rövşən, çox sağ ol. Allah razı olsun. Necə idi? Allah bu Nizami davamçılarıdır. İstəyirsiniz davam elətdirmək lazımsa necə məsləhətdir? Sizin alqışlarınız bu günləri bu sarayın direktoru Məhəmməd Əli müəllimə təşəkkürümüzü bildiririk. Lojadan bizə bax, bu kişinin zəhməti böyüdür. Allah ona can. Xahiş edirəm alqışı Məhəmməd Əli müəllimi. Həmkarlar komitəsinə təşəkkürümüzü bildiririk və bu günləri bu konsertin təşkilinə görə Mehriban xanımı da xahiş edirəm alqışdan. Mehriban xanımın da böyük zəhməti var. Nizami yaradıcılığını lentə alıb, yatmayıb, köçürdüyüb, sağ olsun, zəhmət çəkib, Mehriban xanıma eşq olsun, çox sağ olun. Mən Nizami ilə dostluq eləmişəm. Nizami Rəmziyə dağlı deyəndə xoşuna gəlmirdi. O dedi, məsələn, Cəfər Cabbarlı dağlıdır, yox, Azərbaycan dramaturqudur. Müşfiq Azərbaycan dramaturqudur. Yəni ki, bu Hüseyin Cavid Naxçıvanlı dövrdə Azərbaycan dramaturqudur. Nizami Rəmzi də Azərbaycan şairidir. Xahiş edirəm Nizami Rəmzinin bu günləri burada iştirak edən pərəstişkarlarını və bu günləri bu gecəni təşkil edən bütün insanlara təşəkkür edək. Minnətdar Məhəmməd Əli müəllim sizə. Allah sizə can sağlığı versin. Deyir, sizin müdürünüz nə içirdiyi qanımızı. Bu kişi çay içir, limonlu çay. Çox sağ olun. Limonlu çay məndən. Sağ olun. Lipton. Reklamlı pauza. Mən bu günləri istəyirəm sizə təqdim edeyim bizim hörmətli Molla Məmmədi, Meyxana və Vüqar qardaşımızı. Molla Məmməd çox sadə adamdır, belə yaşda böyük olmağına baxmayaraq. Xəbər gəldi ki, Vüqarı birinci dəvət eləyək. Molla Məmmədlə ikisi gəldilər bura. Molla Məmməd, Vüqar. Vüqar bu yaxınlarda çox orijinal çıxış eləyib. Molla Məmməd də Rusiyadan təzə qayıdıb. O Putinlə işləri həll eləyib gəlib. Çox sağ olun Molla Məmməd, Allah can sağlığı versin. Putin mənim son beşik oğlumdur. Çox sağ olun. Demək, məsələmiz həll olunub. Vüqar, buyurun. Bugünkü gün mənim üçün Nizami haqqında danışmaq həm çətindir, həm də asandır. Çətindir ona görə ki, mən burada özümü tənha hiss edirəm, təkəm, onsuzam. Amma asandır ona görə ki, onunla mənim 25 il yoldaşlığım, dostluğum, məclislərdə, toylarda, bir yerdə ünsiyyətdə olmuşuq, dərdləşmişik. Onun haqqında çox danışmaq olar, çox da danışdılar. Ancaq mən onun haqqında çox danışmayacağım. Az danışacağım. Ona görə ki, o Allah tərəfindən xalqa bəxş olunmuş bir oğul idi. Vətənini sevən, xalqını sevən,
özünü də fəda elədəli xalqının yolunda. Bizlər belə yaşamışıq, belə də yaşayırıq. Allah ona rəhmət eləsin. O elə bir fitri istedad idi ki, o ses, o vaxtları deyərdik, yedinli qolos onun üçün. O ses həyatda bir dəfə gəlir, bir dəfə də o şirinlikdə o ses heç vaxt, heç kəs o sesi çıxarta bilməz. Bəzən qulaq asıram, görürəm ki, kimsə onu özünə oxşatmaq istəyir ona. Əlləşməsinlər, o mümkün olan şeydə gör. O bir dəfə gəlir, bir dəfə gedir. Düzdür, fitri istedadlılar da var, cavanlar, gənclər. Şəm şöyle saçar, amma qazan qaynata bilməz. Bir körpənə rahatdırsa rahat yata bilməz. Bəli, atalardan belə bir köhnə məsəl var. Ayran nə qədər tünd ola, qaymaq tuta bilməz. Sağ olun. Allah Səlimə də rəhmət eləsin. Onun dayı oğlu, bibi oğluydular onlar. Onu Səlim çəkmişdi bu yola. Heç kəs demedi, çünki bir xəbərdilər. Xəbərdarlar qalıb bir yanda, indi bir xəbərlər düşüb meydana. Əbdülməlim. Haqqa tərəfdardır Nizami Rəmzi, Haqqa tərəfdardır Nizami Rəmzi, yaxşı sənətkardır Nizami Rəmzi, gözəl sənətkardır Nizami Rəmzi, Haqqa tərəfdardır Nizami Rəmzi, Haqqa tərəfdardır Nizami Rəmzi. Sənətkarlar yubileyini yad elədi, oxuyanlar ruhunu da şad elədi. Molla Məhməd ona görə fəryad elədi, ürəklərdə vardı Nizami Rəmzi, ürəklərdə vardı Nizami Rəmzi, Haqqa tərəfdardı Nizami Rəmzi, Haqqa tərəfdardır Nizami Rəmzi. Adamlar deyər onun üçün xəbisti, pis adamlar deyər onun üçün xəbisti. Səhv eləyir kim deyir adına pisti, həm şair idi, həm də publisisti, həm də nəğməkardır Nizami Rəmzi, həm də nəğməkardır Nizami Rəmzi. Haqqa tərəfdardır Nizami Rəmzi, Haqqa tərəfdardır Nizami Rəmzi, gözəl sənətkardır Nizami Rəmzi. Yenə əsəblərim çəkildi tarıma, yenə əsəblərim çəkildi tarıma. İndi dözüm mənim ahuzarıma, indi dözüm mənim ahuzarıma. Əcəl macal vermədi həmkarıma, əcəl macal vermədi həmkarıma. Parlaq şuvardı Nizami Rəmzi, bir parlaq şuvardı Nizami Rəmzi, Haqqa tərəfdardır Nizami Rəmzi, Haqqa tərəfdardır Nizami Rəmzi. Nizamını tanınan deyər bu kimdir, o çox söz xəstələri üçün həkimdir. Nə Molla Məmməd, nə Ağa Səlimdir, bir özünə oxşardı Nizami Rəmzi, bir özünə oxşardı Nizami Rəmzi. Haqqa tərəfdardır Nizami Rəmzi, gözəl sənətkardır Nizami Rəmzi. Qəzəllər yazardı özəlləriylə, danışardı Bakı gözəlləriylə. Nəğməli dənkardı Nizami Rəmzi, gözəl nəğməkardı Nizami Rəmzi, Haqqa tərəfdardı Nizami Rəmzi, Haqqa tərəfdardı Nizami Rəmzi. Amma bu xalq üçün qalıbdır sözü, amma bu xalq üçün qalıbdır sözü. Cəfərlər, müşfiqlər yetirir
bilib xızı ondan yadigardı Nizami Rəmzi oradan yadigardı Nizami Rəmzi Haqqa tərəfdardı Nizami Rəmzi Ağaç elimin yüreğini dağlayardım Ağaç elimin yüreğini dağlayardım Od gedəni her yerde saklayardım Afiyeni ayvala bağlayardım Söz tapıp açardı Nizami Rəmzi Söz tapıp açardı Nizami Rəmzi Haqqa tərəfdardı Nizami Rəmzi Haqqa tərəfdardı Nizami Rəmzi Danışardı şirin qəzəllərinlə Rəftarı xoş idi gözəllərinlə Gözəl musiqili qəzəllərinlə Gözəl musiqili qəzəllərinlə Yaman paplıyardı Nizami Rəmzi O vaxt paplıyardı Nizami Rəmzi Haqqa tərəfdardı Nizami Rəmzi Gözəl sənətkardı Nizami Rəmzi Meyxananı almışdı ustadından Olmaz idi Azəri evladından Olmaz idi Azəri evladından O xalqın çıxmayacaq yadından O xalqın çıxmayacaq yadından Sevənlər nə yardı Nizami Rəmzi Sevənlər nə yardı Nizami Rəmzi Haqqa tərəfdardı Nizami Rəmzi Cavan vaxtında söndü baxdı Olmadı yeri sahib tacı taxtı Al boynuma yadıma gəlir o vaxtı Hələ səni bağlardı Nizami Rəmzi Sən də çox bağlardı Nizami Rəmzi Haqqa tərəfdardı Nizami Rəmzi Sənə bilmə bir əfsanə idi o Doğrudan da bax mərdanə idi o Meyxanada bax bir danə idi o Nə kərim bu qardı Nizami Rəmzi Nə kərim bu qardı Nizami Rəmzi Haqqa tərəfdardı Nizami Rəmzi Nizami hər nə desə haqlı idi Meyxana məntiqli maraqlı idi O dağlar oğlu idi, dağlı idi Xalis iftixardı Nizami Rəmzi Bizə bir iftixardı Nizami Rəmzi Haqqa tərəfdardı Nizami Rəmzi Haqqa tərəfdardı Nizami Rəmzi Yadıma salma mənim o əfsanəni Tanımırsam bu dəli divanəni O yandırmış idi şənə fəlvanəni O şəmə yandırmışdı fəlvanəni Yaxşı şöyle vardı Nizami Rəmzi Hələ şöyle vardı Nizami Rəmzi Haqqa tərəfdardı Nizami Rəmzi Haqqa tərəfdardı Nizami Rəmzi Amansız oldu əcəlin cəzası Amansız oldu əcəlin cəzası Gəlmədi cavan şairə vəfası Olmasaydı avtomobil qəzası Bir 100 il yaşardı Nizami Rəmzi Bir 100 il yaşardı Nizami Rəmzi Haqqa tərəfdardı Nizami Rəmzi Haqqa tərəfdardı Nizami Rəmzi Mahnıları düşmüş idi dillərə Mahnıları düşmüş idi dillərə Yaraşırdı bizim gözəl ellərə Yaraşırdı bizim gözəl ellərə O dönmüşdü bir dana bülbüllərə O dönmüşdü bir dana bülbüllərə Çiçekli bahardı Nizami Rəmzi Çiçekli bahardı Nizami Rəmzi Haqqa tərəfdardı Nizami Rəmzi Haqqa tərəfdardı Nizami Rəmzi Nizamini mən tanımırdım əvvəl Amma qəlbimdə yanırdı bu məşəl Heç vaxt qalmaz idi söz üçün mətəl Naxadı söz tapardı Nizami Rəmzi Naxadı söz tapardı Nizami Rəmzi Xalqa tərəfdardı Nizami Rəmzi Xalqa tərəfdardı Nizami Rəmzi
deyərdim. Mən onunla meyxana düz deyərdim. Toylarda onunla söz deyərdim. Xalqa yadigardır Nizami Rəmzi, xalqa yadigardır Nizami Rəmzi, haqqa tərəfdardır Nizami Rəmzi, haqqa tərəfdardır Nizami Rəmzi. Bir söz deyim mən belə təqdim ilə, xoşbəxti dostu Nizami kimi ilə, Qəzəlxanda da Mirzə müəllim ilə, meyxana qoşardı Nizami Rəmzi, meyxana qoşardı Nizami Rəmzi, haqqa tərəfdardı Nizami Rəmzi, haqqa tərəfdardı Nizami Rəmzi. Güldən öyrənin, çəməndən öyrənin, qızıl güldən yasəməndən öyrənin, meyxananı Nizamidən öyrənin. Dillərdə şuardı Nizami Rəmzi, dillərdə şuardı Nizami Rəmzi. Axırını nə deyim əvvəlini, pozməginən şairlər cədvəlini, meyxananın qurmuşdu heykəlini, nəqqaşdı memardı Nizami Rəmzi, nəqqaşdı memardı Nizami Rəmzi, haqqa tərəfdardı Nizami Rəmzi. Hayfa gəlim fərmanı müşkül gəlib, sanma bu itki bizə yüngül gəlib, amma mərasim nəcə Əbdül gəlib, ruhani dindardı Nizami Rəmzi, ruhani dindardı Nizami Rəmzi, haqqa tərəfdardı Nizami Rəmzi. Bizim xalqımızda bu hörmət qalıb, hələm məndə ayaqdır söhbət qalıb, özü gedib dostu Məhəmməd qalıb, hindi ahuzardı Nizami Rəmzi, hindi ahuzardı Nizami Rəmzi. Sağ olun, Çox sağ olun, almışlarımıza. Qəni rəhmət eləsin. O ölməyib, şair ölməz. Şair həmişə yaşayır. Məhəmməd, icazə versən mən də bir kəlmə bütün Nizami sevərləri salamlayım. Buyurun, sağ olun. Mən yaşım, getmə bir dəqiqə deyəm. Nizami Allah rəhmət eləsin. Mən onunla, yəni yaşım imkan vermirdi dostluq eləməyə. Bizim də elçinimiz vardı, Allah ona da rəhmət eləsin. Elçin məni aparırdı. Əbdül bir dəfə gəldik, oturduq, İsrail səfərindən təzə qayıtmışdı. Mən də təzə bunlar 5 dənə deyəndə mən də bir dənə qorxa. Mənə də Nizami ilə orada elçin tanış elədi. Və yadıma gəlir belə bir meyxana demişdilər. Mən istəyirəm indi molla da yəqin onu... Gəlmişük təngə nəfəs, şeirə etmişük həvəs, Nizamidə olan səs, nə səndə var, nə məndə, Nizamidə olan səs, nə səndə var, nə məndə. Vezdirdin axtarmağı, yalvarıb yaxarmağı, vezdirdin axtarmağı, yalvarıb yaxarmağı, hamının var durbağı, nə səndə var, nə məndə, hamının var durbağı, nə səndə var, nə məndə. Deyildi əzəllər, baxır sənə gözəllər, məndə olan qəzəllər, nə səndə var, nə onda, məndə olan qəzəllər, nə səndə var, nə məndə. Bezdirdin axtarmağı, yalvarıb yaxarmağı, bezdirdin axtarmağı, yalvarıb yaxarmağı, hamının var durbağı, nə səndə var, nə məndə, hamının var durbağı, nə səndə var, nə məndə. Bu qədər edibdi seyri, yenə buna yox xeyri. Bu qədər edibdi seyri, yenə buna yoxdur xeyri. Nizami Rəmzi şeiri, nə səndə var, nə məndə. Nizami Rəmzi şeiri, nə səndə var, nə məndə. Vezdirdin axtarmağı, yalvarıb yaxarmağı, vezdirdin axtarmağı, yalvarıb yaxarmağı, hamının var durbağı, nə səndə var, nə məndə, hamının var durbağı, nə səndə var, nə məndə. Buyur buradan müğamət, yerini edibdir rahat, onda olan bu hörmət, nə səndə var, nə məndə, onda olan o hörmət, nə səndə var, nə məndə. Vezdirdin axtarmağı, yalvarıb yaxarmağı, vezdirdin axtarmağı, yalvarıb yaxarmağı, hamının var durbağı, nə səndə var, nə məndə, hamının
var dur bağı, nə səndə var nə məndə. Göstər xalqa məharət, səndə də var cəsarət. Göstər xalqa məharət, səndə də var cəsarət. Sumu zərlə mətanət, nə səndə var nə məndə. Sumu zərlə mətanət, nə səndə var nə məndə. Bezdirdin axtarmağı, yalvarım yaxarmağı. Bezdirdin axtarmağı, yalvarım yaxarmağı. Hamının var dur bağı, nə səndə var nə məndə. Yüreğimin yarası var belə bir parası. Sen öl Bakılı balası, Nə səndə var nə səndə. Sən öl Bakılı balası, nə səndə var nə səndə. Fani insan həyatı, adicə puç bayatı. İlhamın zarafatı, nə səndə var nə məndə. Bezdirdin axtarmağı, yalvarıb yaxarmağı. Hamının var dur bağı, nə səndə var nə məndə. Hamının var dur bağı, nə səndə var nə məndə. sağ ol. Çox sağ olun, çox sağ olun. Əziz dostlar, mən bu günləri Əbdül qardaşımızı ailə üzvləri adından səhnəyə dəvət edirəm. Xanlar müəllimi, ziyalılar adından bir pərəstişkar, qohum kimi, ziyalı kimi. Professor, buyurun. Xanlar müəllim, buyurun. Hacı Əbdülü bir ağsaqqal kimi üzr istəyirəm, səhnəyə dəvət edirəm ki, bu günləri bu əziz gündə bu qonaqlara, qohumlara, dostlara, nizami sevərlərə, nizami kəbir sənətinə vurğun insanlara eşq olsun. Eşq olsun sizlərə ki, və min bir mahnı kitabının müəllifi Rafiq Babayev səhnəyə dəvət edirəm. Zəhmətkeş bizim hörmətli ziyalımızı və kitab haqqında narahat olmayın, kitab fayda orada satılır, ala bilərsə o kitabda. Bəli, kimə çatmayıbsa, bayırdan əldə edə və burada qəzet nəşr edən min bir mahnı qəzetinin müəllifləri, qəzeti ala bilərsə onu hədiyyə verəcəklər. Və bu tədbirə görə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının Xətai adına Mədəniyyət Sarayının direktoru Məhəmməd Əli müəllim Abdullayeva təşəkkürümüzü bildiririk. Xahiş edirəm alqışdan ürəkdən. Və bu tədbirin təşkilatçısı Mehriban xanım Babayevaya təşəkkürümüzü bildirirəm. Füzuli Şunas, Firudin müəllimi, Firudin Qurbansoyu dəvət edilən bu günləri səhnəyə. Nizaminin qardaşı Əbdül ailə üzvləri adından hamıya təşəkkür eləmək istəyir və çox sağ olun, minnətdarı. Buyurun Hacı, buyurun, söz sizindir. Hamısı bu əziz gün münasibət ilə təbrik edirəm. Sən sağlığı arzu edirəm ki, bu birliyi, bu mehribançılığı Allah bizim əlimizdən almasın. Allah Nizami'də rəhmət eləsin. Sağ olun. Çox sağ olun Hacı, çox sağ olun. Bugün hamımızın tarixində ən əlamətdar, ən yadda qalan günlərdən biridir. Nizami rəmzini Azərbaycanda tanımayan yoxdur. Hətta Azərbaycandan kənarda da Nizami tanınmış şairdir, qəzəlxandır, meyxana ustasıdır, söz ustasıdır. Mən Nizami ruhu qarşısında baş əyirəm. Nizami həmişə bizim qəlbimizdə yaşayacaqdır. Və onun qohumlarına, qardaşı Əbdülə, onun balalarına mən can sağlığı diləyirəm və Nizami sevərlərə mən can sağlığı